Dostlar, bugün sizinle çok biraz üzücü olan video çekmek istedim. Sebebi kanalıma artık bağlamak istedim. Yani artık kanalıma bağlamak istedim. Çünkü yani bilmem çok abone gelmiyor. Yani neçə aydır, bir aydır açmışam. Bir iki ay falan açmışam. Ben kanal video atmamağımın da sebebi budur. Keşke çok abonem olsaydı, yani pes eləməsəydim. Ama artık pes eləmək çünkü artık yani hiçbir abonem yoktur. Abone olsaydı daha yaxşı olardı ama yoktur. Yani ben çok istəyərdim ki olsun. İnşallah bu videonu bağlayandan sonra, kanalıma bağlayandan sonra bakın eləyərəm. Ama yani bilmirəm. Yani siz mən kömək olursunuz ama yani artık istəmirəm. Çünkü yani artık mən çox gözləyirdim ki like gelsin, abone gelsin ve çok istəyirdim. Ama olmadı. Boş ver. Bakın böyüyəndə onsuz da YouTuber olacağım. İnşallah böyüyəndə daha çok olar. Böyüyəndə abonem olar. Bu anlarımı hatırlayıp gülərəm. İnşallah. Yani Allah'tan təkcə onu istəyirəm. Neyse. Yani çok uzatmayacağım. Üzr istəyirəm. Yani sizi də boş drama qoyun elədim. Üzr istəyirəm. Ama yani artık olmuş. Hem abone kazanmıram, hem like kazanmıram, hem yani heç nə eləmirəm deyə. Yəni bu lazımsız kanalda deyə bilərəm. Yani başka için deyə bilməyəcəm. Ama eğer heç olmasa bir neçə ay sonra, bir də kanalıma video atmamağımın səbəbi də, neçə ay video atmamağımın səbəbi də odur ki, yani artık bacarmıram. Yani aslında atmak istəyirdim. Neçə dəfə dedim ki atım. Gözlədim ilk öncə. Gördüm heç like atsındır. Və sinif yoldaşıma dedim ki ben hemen kanalıma bağlayayım. O dedi ki necə istəyirsən, amma məncə bağlama. Arada qədədə bir dəfə video çəkmişdik. MM2 çəkmişdik. Onu bilirsiniz. Neyse bu qədərdir videom. Yani eğer yine de istəsəz yine video çəkərəm. O da yorumlar açıq olacaq. Yani istəsəz yazın. Bir neçə ay sonra bəlkə çəkərəm. Üzr istəyirəm, çox pis video oldu. Mən də özüm pis oluram. Ama artık bacarmıram. Diğer YouTuberlar çok güzeldir. Onların ne kadar like var. Ama artık bacarmıram. Ben pes edeceğim. Siz ama eğer bir dəfə YouTube kanalı açsanız heç vaxt pes eləməyin. Həmişə xəyallarınızın ardınca gedin. Eğer getməsəz, gələcəkdə çox peşman olacaqsınız. Mənim xəyalım buydu. Mən də elədim. Hələ balacayım, düzdür, amma inşallah gələcəkdə yenə də eləyəcəm. Amma əgər mənim yaşımda 9 yaşında əgər bir kanal açmaq istəsəz, eləyin, bacaracaqsınız. Çünki Allahın bir izni var. Əgər Allaha dua eləyərək eləsəz, hər şey bacaracaqsınız. Ona görə çox diqqətli olun. Mənim sizə bundan tövsiyəmdir. Yani siz mənim kimi olmayın, mən kimi tez pes eləməyin. Bir gözləyin, bir şey eləyin. Amma mənim kimi tez pes eləməyin. Əgər pes eləsəz, sonra da çox peşman olacaqsınız. Heç bilmirəm, bəlkə peşman oldum mən. Amma bilmirəm. Neysə, sağ olun dostlar. Nə yaxşı ki mənim belə izləyicilərim var. Çox sağ olun ki mənim heç olmasa bir videom belə siz mənə bu xəyalı yaşatdınız. Çox sağ olun.